Ümumiyyətlə hər peşəyə aiddir. Bir insan yeni bir peşəyə sahiblənəndə özünü təsdiqləmək üçün böyüklərə söz atır, dil uzadır. Təbii ki, buradan xeyirlə çıxanlar da olur, ziyanla çıxanlar da olur. Bu yaxınlarda görürəm, bu 2-3 gün deyəsən gördüm. Başım sadəcə qarışıq idi. Məlum yanğınla bağlı məsələlərə. Görürəm ki, bir xanım, özünü psixoloq kimi təqdim edən bir xanım Hacı Şahinə irad bildirir. Belə misal var, kim ölüb kimlərin bayramıdır, onu qoyaq qırağa hələlik. Xanımı şəxsən tanımıram. Psixologiya yaxşı bir elmdir, amma gəlin oturaq qabaq Qənşər, Hacı Şahini qoyaq qırağa, siz heç mənimlə psixologiyanı müzakirə edəməzsiniz. Niyə bilirsiniz? Çünki həyat bizim başımıza psixoloji dərsi elə açıb ki, siz onu biraz yaşamalısınız. Bir-iki dəfə yaşamalısınız bizim qədər ki, biləsiniz. Hacı Şahin çox dəyərli insan idi. Hacı Şahinə məscid əhli kimi heç baxmıram mən. Mən ümumiyyətcə ömrünü məsciddə keçirdən insanlar kimi həyat tərzi yaşamıram. Demirəm, tövsiyə etmirəm, hərənin öz yolu var. Amma Hacı Şahinə bir Azərbaycan kişisi kimi gəl bax. Hacı Şahinə bir vicdanlı insan kimi gəl bax. Yaxşı, deyirsən ki, Hacı Şahin öz-özünə bir psixoloq imiş ki, sən də ali təhsilli psixoloqsan. Niyə Hacı Şahinin ətrafında səncə o boyda insan vardı? Bunun biri tupoydu, ikisi tupoydu. Bunun 100.000'i də tupoy deyil ki, 200.000'i də tupoy deyil ki. Yəni sən cəmiyyətimi təhqir edirsən. Özündən böyüyə dil uzadanda Qənşərdə düşünməlisən. Hər cayı sualın mərcai cavabı var. Mən Hacı Şahinin aşıqı deyildim. Amma Hacı Şahinə simpatiyam vardı. Çox dəyərli kişi idi, çox dəyərli qardaş idi. Yəni düşünürdüm ki, hər hansı bir səhv eləsəm belə, gedib ondan yol ala bilərdim, məsləhət ala bilərdim. Amma gözəl psixoloq xanım, görün mən səndən məsləhət ala bilərəmmi? Risk eləmərəm. Çünki özündən qat-qat böyük və təsdiqlənmiş insanlara dil uzadan insanla məsləhət almaq təhlükəlidir. Psixologiyada kəsirim var biraz. Bunu da mən sənə deyirəm. Çox kəsirin yox, biraz kəsirin var. O da gəlişdirin. Zamanla olacaq, zamanla olacaq. Yenə bu bir kim müğənniyə, nə bilim, savadsız oxuyub özünə kütlə toplayanlara da dil uzatsaydın yeri vardı. Hacı Şahin sənin meyarın deyil. Olmaz.